Bakını seçdiyimiz üçün məmnunuq. Bunu UFC prezidenti Dana White döyüş gecəsindən sonra verdiyi açıqlamada bildirdi. Ölkəmizdəki təşkilatçılığı yüksək qiymətləndirən funksioner 14 mindən çox tamaşaçının olduğu Bakıdakı yarışın gözləntilərini üstələdiyini vurğuladı. Hər kəsi təbrik edirəm. Bura çox mükəmməldir. Bakı şəhəri və yeməkləriniz inanılmazdır. İnsanlar qonaqpərvərdilər. Azərbaycan haqqında həyat yoldaşıma da danışmışam. Prezident İlham Əliyevlə görüşdük. Gözəl hisslər idi. Biz hər yerdə olmaq istəyirik. Buranı niyə seçdiyimizi xatırlamıram, amma seçimimizdən məmnunuq. Bizim üçün çox gözəl təcrübə oldu. UFC prezidentinin Azərbaycanlı jurnalist Seyhan Əlizadənin sualına verdiyi cavabla aydın oldu ki, ağır çəki divizyonunda yeni dövr başlayır. White, John Jones'un karyerasını bitirdiyini məhz Bakıdan elan etdi. Siz yaxın zamanda John Jones'un Tom Aspinall'a qarşı döyüşməsi üçün bir son tarix təyin etdiniz. Əks halda titulu itirə bilər. Bu vəziyyət inkişaf etdikcə qərar vermək üçün hansı meyarlardan istifadə edirsiniz? Jones'un irsini qoruyub onu gözləmək, yoxsa titulun taleyini aydınlaşdırıb divizyonun aktivliyini ön planda tutmaq? John Jones dünən gecə bizimlə əlaqə saxladı və karyerasını bitirdiyini bildirdi. Tom Aspinall isə UFC-nin ağır çəki dərəcəsində çempionudur. Xatırladaq ki, iyunun 21-də Bakı Kristal zalında reallaşan UFC döyüş gecəsində təmsilçilərimiz Rafael Fiziyev və Nazim Sadıxov qələbə qazandı. Gecənin əsas qarşılaşmasında isə Halil Roundtree Camal Hilli məğlub etdi.